Salam əzizlər, hər vaxtınız xeyir olsun inşallah. Bugünkü mövzumuz milli kimliyin formalaşması və milli kimliyin formalaşmasında ailə və qadının əhəmiyyəti haqqında olacaq. Deməli, ailə individualizm və kollektivizm arasındakı bir növ mənəvi keçiddir, yəni körpüdür. Fərdi inkişafla ictimai inkişaf arasındakı təməl təsisatdır. Məhz buna görə də modernizm və postmodernizm düşüncələri istəyirlər ki, şərqdə olan ailə modelini hədəfə almaqla cəmiyyəti tənəzzülə doğru sürükləsinlər. Çünki cəmiyyətin məhv olmasının qarşısını alan bir məsələ varsa, o da ailə institutudur. Bunlar baxdılar ki, ailəni məhv eləmək üçün ən müqəddəs sütun olan, ən ali sütun olan qadını hədəfə almaqdan bunu bacara bilərlər. İstəyirlər ki, qadının əzəmətini, izzətini, hörmətini aradan aparalar ki, ailə aradan geçsin, ailənin aradan getməsi ilə sivilizasiya aradan geçsin. Çünki bütün müqəddəs məsələlər zəncirvari şəkildə, sanki bir görünməz iplə, həlqəli şəkildə gəlir, qadından əlaqələnir. Müqəddəs məsələ qadınla əlaqəlidir. Bu həlqəni, bu zənciri, bu ipi qırmağa çalışırlar. Və baxsaq görərik ki, bu artıq qərbdə baş verib. Qərbdə biz bir neçə il əvvəlki videolara nəzər salsaq, görərik ki, onlardan, qızlardan müsahibə alırlar ki, siz ailə qurmaq haqqında düşünürsünüz. Onlar deyir ki, xeyr, biz təhsil, karyera və şəxsi inkişaf barəsində düşünürük. Bəli, öz-özlüyündə bu gözəl hədəfdir, əladır, qadın ictimai fəal olmalıdır, super. Ancaq bu məsələlərin egoizm və feminizm düşüncələrinin radikallaşması sosial varlıq olan insanın cəmiyyətdən təcrid olunmasına səbəb olur. Nəticədə nə olur? Qadının qadınlıq funksiyası bilərəkdən unutdurulur və ən müqəddəs status olan analıq statusu əlindən alınır. Axırda da onlar göz yaşları içində heyvanlarla, əşyalarla ünsiyyət quraraq dünyalarını dəyişdilər. Peşmançılıq içində. Qərb artıq bu bataqlıqda olduğu üçün istəyir şərqi də öz gününə sala. Bir məsəl var, deyir ki, cəhənnəmə gedən özünə yoldaş axtarar, eynən həmin misaldır. Və biz Avropanın qədim tarixinə də nəzər salsaq, görərik ki, Avropa heç vaxt qadına bir qadın kimi dəyər verməyib. Nəinki qadın kimi, heç insan kimi yanaşmayıb. Burjua inqilabından sonra ki, feminizm cəryanı yaranmağa başladılar 3-cü dünya ölkələrinin qadın hüquqlarından dəm vurmağa. Bu biraz adama gülməli də gəlir ki, əşi sən öyünlərdə öyrənməsən, qadın nədir, qadın hüquqları nədir, gəlmirsən bizə burada qadın hüquqlarından dəm vurursan. Biz ki, bu məsələləri deyirik, faktlarla qoyuruq ortalığa, bizə deyirlər ki, nə olsun, ərəblər də öz qızı uşaqlarını diri-diri bastırırdılar. Lap tutaq ki, ərəblər cəhalət dövründə, cahillik dönəmində öz qız uşaqlarını diri-diri bastırırdılar. Bəli, bu cəhalətdən irəli gəlir. Ancaq onlarda hədd-buluq dövrünə çatmış qızlara çox böyük ehtiram və hörmət var idi. Əgər kimsə hədd-buluq dövrünə çatmış qıza hörmətsizlik eləsəydi, o həmin adamı qəbilədən qovulurdular. Mən cəhalət dönəmindən danışıram. Və ərəblərin cəhalət dövründə elədiyi bəzi şeylər ki var, bəzi Azərbaycanlılar indiki dövrdə edir. Bir də görsən ailə qurub, uşaq dünyaya gəlməlidir. Uşağın cinsiyyətini öyrənir ki, qızdır, gedir uşağı tələb edir. Ona görə biz cəhalətin izinə düşsük, bəşərin əyağı dəydiyi bütün sivilizasiyalarda cahilliyin izinə rast gələ bilərik. Tarixən Azərbaycanın əsilzadə xanımları, İsmətli xanımları, özünün xanım Fatimə Zəhranın kənzi biliblər və bununla da iftixar ediblər. Xurşudbanu Natəvan yazır ki, söylə Hüseynə ey səba, kərb bəlaya gəlməsin, gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Bu bizim milli mentalitetimizdir, mənəvi dəyərlərimizdir. Azərbaycan qadını məsələsi, Azərbaycan xalqının milli kimliyi məsələsidir. Bunlar bu milli kimliyi ayaq altına atmağa çalışırlar. Milli kimliyimizi tapdalamağa çalışırlar. Bunların dərdi ərəblər deyir ki, bunların dərdi əhl-i beytdir. Çünki bu xalqın xamırı əhl-i beytlə yoğrulub. İstəyirlər bizi əhl-i beytdən kənarlaşdırmaqla öz fitrətimizdən uzaqlaşdırsınlar. Hələ görürsən 2 dənə qəzetdən cümlə oxuyub, çıxır istəyir millətə həyat yolunda bələdçilik ediyə.
Sən öz düşüncün deyil, sən elə bilirsən ki, bunu özün fikirləşdin. Sən o ideoloji olaraq o qədər şuuraltı ötürüblər. Çıxır elə də çığırır ki, ay feminizm, vay qadın hüquqları. Bir nəfər də demiş ki, nədir ay bala? Nədir, nə olub, nə xəbərdir? Bu bizim millətin sadəlövhlüyündən irəli gəlir ki, özlərinin yad sivilizasiyalara, xarici mədəniyyətlərə nisbət verməyə çalışırlar. İngilis gəlir özümüzü ingilisi oxşadırıq, Rus gəlir özümüzü Rusa oxşadırıq. Bəs nə vaxt özümüzü özümüzə oxşayacaq? Bəs nə vaxt özümüzün olanın qədrini biləcək?